Həftə sonu demək baxım günü deməkdir. Bugün sıra saçlarımdadır. Saçlarıma birlikdə baxım eləyəcək. Həm də mənə ən çox verdiyiniz sualları cavablandıracağım. Hal-hazırda saçlarım kirlidir. Hər gün saç yuma tərəfdarı deyiləm. Əminəm ki, aranızda bir çoxunuz bu səhv eləyirsiniz ki, hər gün saçlarım yağlanır, mən də məcburiyyətdən yuyuram. Vaxtında mən də bu səhv eləmişəm, amma sonradan gördüm ki, saç tökülməyimin ən böyük səbəbi hər gün saçlarımı yumağımdır. Rutinimdə elədiyim bir sıra dəyişikliklərdən sonra necə gözəl saçlara sahib olduğumun fərqinə vardım. 1. Həftədə 2 dəfə saçlarımı yuyuram. Uzağı 3 dəfə, harasa getməli olaramsa, özəl gün olarsa məcburiyyətdən yuyuram. 2. Həftədə də 2 dəfə saçlarıma yağ istifadə edirəm. Baxın, mən Ayfa Skin Glow-nun bu yağını istifadə edirəm. Bu yağ həm saç tökülməsini dayandırır, həm də sürətlə uzadır. Mən uzun saç sevmirəm, ona görə həftədə 1 dəfə və ya 2 həftədən bir saçlarımın uclarından kəsirəm. Üçüncü olaraq isə saç tipimi araşdırdım ki, mənim saç tipim hansıdır? Tez yağlanırmı, qurudumu, ucdan qopma varmı, susuz saçdımı? Bunu araşdırandan sonra düzgün baxım məhsulları seçdim. Hər kəsin tövsiyə elədiyi, onun saçında möhtəşəm effekt verən məhsulun sənin də saçında möhtəşəm effekt verəcəyi düşüncəsi çox yanlışdır qızlar. Hər saç tipi eyni deyil. Bir də xanımların ən çox qorxduğu şey saçları kəstirməkdir. Kəstirmirəm, uzanmayacaq, ay belə olmayacaq. Əksinə qızlar, 2 həftədən bir, ayda bir dəfə saç uclarınızdan mütləq şəkildə aldırmalısınız ki, saç qıranlar təmizlənsin, o ucundakı quruluq təmizlənsin ki, saçlarınız daha sağlam uzansın. İndi isə keçək baxma, Ayfa Skin Glow-nun bu yağını istifadə edəcəm. Amma yağı istifadə etmədən öncə saçımı yaxşıca darayıram. Ucdan yuxarı doğru. Yağ vurmamışdan qabaq duşa girmədən öncə mütləq şəkildə saçınızı darayın. Yağı vurmamışdan öncə saç dibimə masaj edirəm. Bu məhsulda düzgün istifadə eləmək lazımdır. Bu cür istifadə eləsəniz saç köklərinizi zədələyərsiniz. Qoyursunuz, dairəvi hərəkətlərlə masaj edirsiniz. Saç dibinə masaj etmək qan dövranını sürətləndirdiyi üçün istifadə elədiyimiz yağlar, məhsullar daha yaxşı effekt verir. Qarışdırıram. Əlimə alıb mütləq şəkildə isidirəm. Saçı bir dəfəyə yağa vurmaq olmaz. Barmaq ucuyla saç diblərimə tətbiq edirəm. Dırnaqla yox, sadəcə barmaq ucları ilə. Bu yağ çox qəşəngdir. 2 həftə istifadə eləyin. Görəcəksiniz ki, saçlarınızın tökülməyi tamamilə dayanıb və yeni saçlar çıxmağa başlayıb. 2 saat gözləyib yuyacağım. Nə işim olursa olsun, həftədə 2 dəfə mütləq şəkildə bu yağı istifadə eləməliyəm. Duş qəbul edib gəldim. Duşdan sonra eləməli olduğunuz ən önəmli addım dəsmalı saçınızda 5 dəqiqədən artıq saxlamayın. Çünki dəsmal saçdakı suyu tamamilə özünə çəkir və saçınız susuz qalır. Və saçınızı əsla bir də belə qurutmayın. Çünki saçlarınızı zədələyirsiniz. Sadəcə bu cür suyunu alın. Məni daim izləyən izləyicilərim bilir ki, mən gün ərzində saçlarıma çox vaxt ayırmıram. Yəni duşdan çıxdım, qurutdum, evdən çıxıram. Ayırdığım vaxt sadəcə duşdan əvvəlki və duşdan sonraki baxımlardır. Yəni fendən çox istifadə edən biri deyiləm. Sadəcə özəl günlərdə istifadə edirəm. Amma yenə də duşdan sonra saçlarımı istidən qoruyan bu Agivanın spreyini istifadə edirəm. Çünki günəş şüalarından da saçlarımızı qorumaq lazımdır. Bu spreyin qoxusunu çox bəyənirəm. O qədər gözəldir ki, saçlarımı yumuşaq eləyir. Baxın, bir dəfəyə saçlarım daranır. Həm də duşa girmədən öncə də daramışdım deyə saçlarımı qətiyyən zədələmirəm. Və Bogenia'nın bu saç balmını istifadə edəcəm. Bu maskanı mənə salonda bir xanım tövsiyə eləmişdi. Instagram izləyicilərimdən bölüşmüşəm bu maskanı. Çox qəşəngdir. Yaxşı ki, o xanımı dinləyib almışam. Əgər saçlarınızda elektriklənmə varsa, saç uclarınız çox qurudursa, bu maskanı çox bəyənəcəksiniz. Sadəcə duşdan sonra saç uclarınıza istifadə edirsiniz. Saçlarınız yumuşaq olur, pambıq kimi olur. Bogenia'nın bu balmını istifadə edəndən sonra qətiyyən salonda baxıma getməyimə ehtiyac qalmır. Bear Beauty'nin bu fenini istifadə edirəm. Bu fen ikisi birindədir. Həm saçları düzləşdirə bilirsiniz, həm də havalı bir dalğa verə bilirsiniz. Bunu mənə hədiyyə olaraq göndərmişlər, yaşdakı göndəriblər. Saçlarımı qurudub gəldim. İndi isə uclarından çox az kəsəcəm. Və saçlarım hazırdır.